Salam, bir daha xoş gördük hər birinizi. Belə bir cümlə yazmışam. Yağlı olmaq xörəyə dad verirdi. Və burada düşür ki, sifətlərin sayını tapın. Sifətlər. Nə bilim, A yazır 1, B yazır 2, C yazır 3, D yazır 4. Hətta E yazır ki, yoxdur. İstəsəniz bir özünüz yoxlayıb, sonra izaha baxa bilərsiniz. Deməli, burada ilk diqqətimizi nə çəkir? L, li, lu, sifət düzəldən şəkilçidir. Yağ sözün kökü, L, düzəltmə, leksik şəkilçi, yağlı necə? Yağlı sifətdir. Başqa da bir sifət görmürük, tez zavabda yazırıq 1. Amma gəlin bir məsələyə diqqət yetirək. Olmaq, etmək mürəkkəb feil yaradır. Bu yağlı olmaq elə bir sözdür və mürəkkəb feildir. Başqa da bir sifət olmadığına görə düzgün cavabımız E variantıdır. Bunda çox diqqət yetirin. A variantı bizim artıq səhv cavabımız oldu. Əgər həmin sözlərdən sonra olmaq, etmək, bilmək gəlibsə, bu sifət yox, bir yerdə işlənib bütövlükdə mürəkkəb feil, tərkibi feil kimi götürülür və burada yağlı sifəti yoxdur. İzahımız faydalı oldusa, bəyənib paylaşmağı unutmayın. Sağ olun.